Bismillahirrahmanirrahim. Kainatın ən səs-küysüz, amma ən böyük mənəvi əməliyyatı hər kəs yuxuda olarkən baş verir. İnsanlar bütün günü ruzilərinin, dərdlərinin, xəstəliklərinin arxasınca qaçırlar. Bəzən illərlə eyni duanı edib, niyə qəbul olmur deyə gileylənirlər. Amma bilmirlər ki, axtardıqları o böyük xəzinənin qapısı yalnız sutkanın qısa bir anında, qaranlığın ən qatı olduğu, insanların isə yatağa ən çox bağlandığı imsak saatında açılır. Gecə saat 4-də oyanıb sağdan sola çevrildiyiniz o an bəlkə də təsadüfi oyanış deyil, bəlkə də Rəbbiniz sizi şəxsən öz hüzuruna dəvət edir. Siz isə o dəvətnaməni yuxuya dəyişirsiniz. Əgər bugünə qədər qıldığınız namazlara, etdiyiniz dualara rəğmən həyatınızdakı düyünlər açılmayıbsa, deməli yanlış qapını yanlış şifrə ilə döyürsünüz. Bugün o qapının kodlarını bir-bir açacağıq. Sizinlə nəzəriyyədən deyil, tamamilə birbaşa tətbiqatdan danışacağıq. Mələkləri heyrətə salan imsak, yəni təhəccüd namazı tam olaraq neçə rükət qılınmalıdır? Hansı surələr gecənin qaranlığında sizin ətrafınıza keçilməz zirək çəkir? Son rükətdə, əllər göyə açılanda, 70 və 100 rəqəmlərinin arxasında yatan o qorxunc ilahi sir nədən ibarətdir? Və İmam Əlinin əleyhissalamın mən gecə oyana bilmirəm deyənlərə verdiyi o qan donduran diaqnoz nə idi? İsti yataqlarınızdan ruhən qopun. Bugün həyatınızın qədərini dəyişdirəcək gecə ibadətinin xəritəsini cızırıq. Niyə imsak vaxtı qılınan namaz bu qədər dəyərlidir? Niyə Allah vacib namazlardan sonra ən çox bu namazı sevir? Bunun sirrini mələklərin rəhbəri Cəbrail əleyhissalam Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə indirdiyi bir vəhiydə açıqlamışdır. Bir gün Cəbrail əleyhissalam Rəsulullahın yanına gəldi və İslam tarixinin ən qısa, amma ən dərin fəlsəfi cümlələrindən birini dedi. Dedi ki, ya Həzrəti Muhammed, Allahumma salli ala seyyidina Muhammedin və ala ali seyyidina Muhammed. İstədiyin qədər yaşa, onsuz da bir gün öləcəksən. İstədiyini sev, onsuz da ondan ayrılacaqsan. İstədiyin əməli et, onsuz da onun qarşılığını görəcəksən. Və Cəbrail əleyhissalam sözünü bu möhtəşəm cümlə ilə bitirdi. Və bunu yaxşı bil ki, möminin şərəfi gecə qiyamındadır, yəni imsak vaxtı qıldığı gecə namazındadır. Onun izzəti və böyüklüyü isə insanlardan ehtiyatsız olmasındadır, kimsəyə ağız açmamasındadır. Görürsünüzmü? Sizin cəmiyyət içindəki şərəfiniz pulunuzla, vəzifənizlə və ya gözəlliyinizlə ölçülmür. Sizin göy yüzündəki şərəfiniz hər kəsin yatdığı o qaranlıq saatda Allahın hüzurunda ayaq üstə durmağınızla, qiyamınızla ölçülür. O saatda ayağa qalxan adam gündüzlər heç kimin qarşısında əyilməz. Çox insan deyir, mən zəngi qururam, niyyət edirəm, amma oyanıb o imsak namazını qıla bilmirəm, yuxu məni qalib gəlir. Bizi yatağa bağlayan həqiqətənmi sadəcə yuxudur, yoxsa başqa bir görünməz qüvvə var? Bir gün bir adam İmam Əlinin yanına gəldi, çox kədərli və məyus haldaydı. Dedi, ey əmirəl-möminin, mən çox bədbəxtəm, uzun müddətdir ki, gecə namazından məhrum olmuşam. Nə qədər çalışıramsa, imsak vaxtı oyana bilmirəm. Mənim problemim nədir? İmam Əli o adamın üzünə baxdı və əsrlər boyu qulaqlarda cingilləyəcək o dəhşətli diaqnozu qoydu. Sən oyana bilmirsən deyil, səni günahların zəncirləyib. İmam Əli sözünə davam etdi. Sənin gündüz etdiyin günahlar, səhvlər, yediyin haram loxmalar və etdiyin qeybətlər sənin əl-ayağını elə bağlayıb ki, Rəbbin səni öz xüsusi hüzuruna, öz ziyafətinə qəbul etmək istəmir. Əziz izləyicilər, bu cümlə insanı dərindən sarsıdır. Gecə oyanmamaq bədənin yorğunluğu deyil, ruhun xəstəliyidir. Əgər Rəbbiniz sizi o saatda hüzuruna istəmirsə, bu ən böyük bəladır. Odur ki, bu gecə imsaka qalxmaq istəyirsinizsə, gün ərzində dilinizi, gözünüzü və qəlbinizi günahdan qoruyun. Gecə yatağa girəndə əstəğfirullah deyib yatın ki, o zəncirlər qırılsın və mələklər sizi oyanmağa dəvət etsin. Yaxşı, zəncirləri qırdıq, imsak vaxtı yuxudan oyandıq, bəs indi neynəməliyik? Neçə rükət qılmalıyıq? Öncə bunu bilməliyik ki, gecə namazı, yəni təhəccüd namazı
İslamda ən fəzilətli nafilə namazdır. Onun rükət sayı minimum 2 rükət, maksimum isə 11 rükətdir. Əgər vaxtınız azdırsa, sübh azanına 10 dəqiqə qalıbsa, sadəcə 2 rükət qılmaq belə sizi o fəzilətə çatdırar. Lakin Peyğəmbərimizin mükəmməl sünnəsi 11 rükət idi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu namaza o qədər aşiq idi ki, Həzrəti Ayşə anamız Səhih Əl-Buxaridə o mənzərəni belə təsvir edir. Rəsulullah gecələri imsak vaxtı ayaq üstə o qədər uzun müddət namaz qılardı ki, mübarək ayaqları və topuqları şişər, qan sızardı. Ayşə anamız dözə bilməyib dedi: "Ya Rəsulallah, Allah sənin keçmiş və gələcək bütün günahlarını bağışladığı halda niyə özünə bu qədər əziyyət verirsən?" Kainatın əfəndisi o məşhur, eşq dolu cavabı verdi: "Əfələ əkunu əbdən şəkura." Yəni, ey Ayşə, Allahın mənə verdiyi bu qədər neymətə qarşı şükür edən bir qul olmayım? Görürsünüzmü? O cənnət üçün və ya cəhənnəm qorxusundan deyil, sırf Allaha olan sevgisindən ayaqları şişənə qədər qılırdı. Bəs bu 11 rükət necə qılınır? Xəritəni cızırıq. Öncə 2-2 olmaqla sübh namazı kimi 8 rükət nafilə namazı qılınır. Hər 2 rükətdən bir salam verilir. Sonra 2 rükət şəf, yəni cüt namazı qılınır. Və ən sonda duaların və günahların əff olunduğu zirvə nöqtəsi 1 rükətlik vitr, yəni tək namazı qılınır. Bu rükətlərdə hansı surələri oxumalıyıq? İmsak vaxtının özünə məxsus mənəvi şifrələri olan surələr var. Siz istədiyiniz surəni oxuya bilərsiniz. Lakin Peyğəmbərimizin sallallahu aleyhi və səlləm və Əhl-i Beytin tövsiyə etdiyi ən təsirli surələr bunlardır. 8 rükətli nafilə bölümündə 1-ci rükətlərdə Fatihədən sonra Kafirun surəsi, 2-ci rükətlərdə isə İxlas surəsi oxumaq çox fəzilətlidir. Gecə qaranlığında İxlas oxumaq insanın qəlbini şirkdən və dünyəvi bağlardan tamamilə təmizləyir. 2 rükətli şəf namazında sizə ən çox tövsiyə olunan şifrəni deyirəm. 1-ci rükətdə Fatihədən sonra Nas surəsini, 2-ci rükətdə isə Fələq surəsini oxuyun. Niyə? Çünki bu 2 surə qaranlıqda sizə yaxınlaşa biləcək hər cür şər qüvvəyə, nəzərə, sehrə və qara enerjiyə qarşı Allaha sığınmaqdır. Bu, gecənin qalxanıdır. 1 rükətlik vitr namazında Fatihədən sonra ard-arda 3 dəfə İxlas surəsi, 1 dəfə Fələq və 1 dəfə Nas surəsini oxumaq sizin namazınızı nurlandırar. Yaxud sadəcə 1 dəfə İxlas oxumaq da kifayətdir. Baxın, bu surələr təsadüfən seçilməyib. Onlar imsak vaxtının qaranlığında insanın bədəni ətrafında keçilməz bir mənəvi zireh oxuyur. Və gəldik imsak ibadətinin ən zirvə nöqtəsinə. Bütün günahların silindiyi, duaların birbaşa ərşə yüksəldiyi o an. Bu an, 1 rükətlik vitr namazının qunut, yəni əlləri göyə açıb dua etməyə anıdır. Məhz bu an üçün bizə xüsusi zikirlər və onların dəqiq sayları öyrədilmişdi. Niyə saylar önəmlidir? Çünki zikirlər bir qapının şifrəsi kimidir. Necə ki, koda 3 rəqəm yazsanız və ya 5 rəqəm yazsanız qapı açılmaz, tam 4 rəqəm yazmalısınız. Eləcə də bu zikirlərin öz ilahi riyaziyyatı var. Əllərinizi göyə qaldırdığınız zaman edəcəyiniz ilk və ən böyük zikir 70 dəfə Əstəğfirullahə Rabbi və ətubu ileyh əməkdir. Mənası budur. Rəbbim olan Allahdan bağışlanma diləyirəm və ona tövbə edərək dönürəm. Niyə məhz 70? Quran-ı Kərimdə Allah Teala bağışlanma haqqında danışarkən dəfələrlə 70 rəqəminə işarə edir. Bu, sonsuzluğun, çoxluğun və qəti bağışlanmanın rəmzidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, mən gündə 70 dəfədən çox Allaha istiğfar edirəm. Əgər günahsız bir Peyğəmbər bunu 70 dəfə edirsə, bizim ehtiyacımız 1000 qat daha çoxdur. Sol əlinizdə təsbihi tutun, sağ əlinizi göyə açın və tam səmimiyyətlə 70 dəfə bu cümləni pıçıldadın. Sonra gəlir ən böyük şəfqət nidası. 100 dəfə əl-əfu demək. Mənası budur. Əff et, bağışla, mərhəmət et.
Bu zikrin sirri nədədir? İstiğfar günahın bağışlanmasını istəməkdir. Amma əfu günahın əməl dəftərindən tamamilə silinib yox edilməsini istəməkdir. Yəni elə silinir ki, sanki o günah heç vaxt işlənməyib. Qiyamət günü o günah heç qarşınıza da çıxmır. Gecənin sükutunda 100 dəfə Rəbbinizə əl-afu, əl-afu, əl-afu dediyiniz an, vallahi ki, Allah o qulu əliboş qaytarmaqdan həya edər. Bütün bu zikirlərin, gecənin o qaranlıqda yuxudan imtina edib səccadəyə qapanmağın ən böyük mükafatı nədir bilirsinizmi? Səhih Müslimdə keçən bir hadisə, o qaranlıq otağınızda qıldığınız namazın və etdiyiniz səcdələrin sizi kiminlə qonşu edəcəyini göstərir. Gənc səhabi Rəbi ibn Kəb gecələri Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin qapısında yatar, imsak vaxtı o təhəccüdə qalxanda dərhal dəstəmaz suyunu gətirərdi. Bir gecə Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm onun bu fədakarlığına, gecə vaxtı xidmətinə o qədər sevindi ki, ona belə dedi. Ey Rəbiyyə, dilə məndən nə istəyirsən, sənə verəcəyəm. Rəbiyyə dünya malı, qızıl, heyvan istəmədi. O, insanın xəyal edə biləcəyi ən böyük şeyi istədi. Ya Rasulallah, mən cənnətdə səninlə qonşu olmağı, səninlə birlikdə olmağı istəyirəm. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm soruşdu. Bundan başqa bir istəyin varmı? Rəbiyyə, xeyr, ancaq bunu istəyirəm, dedi. O zaman Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bütün ümmətə qiyamətə qədər keçərli olacaq o böyük düsturu, cənnətin ən ali məqamının bədəlini açıqladı. Elə isə çoxlu səcdə etməklə, gecələri namaz qılmaqla öz nəfsinə qarşı mənə kömək et. Əziz izləyicilər, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm gecə namazı qıl ki, mənim yanıma gələ biləsən, deyir. O 11 rükətlik namaz, o sükut içində edilən səcdələr sadəcə günahları silmir. O səcdələr sizi birbaşa Firdövs cənnətində Rəsulullahla qonşu edir. Siz imsak vaxtı o səccadəyə alnınızı qoyanda, əslində cənnətin ən yüksək məqamına toxunmuş olursunuz. Namazı bitirdiniz. 70 dəfə istiğfarınızı, 100 dəfə əffinizi etdiniz və cənnətə qonşuluq qazandınız. İndi dua vaxtıdır. Bu saatda oxunacaq ən gözəl, ən təsirli dua isə Rəsulullahın sallallahu aleyhi və alihi və səlləm şəxsən oxuduğu duadır. İbn Abbas radiyallahu anhu rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm imsak vaxtı gecə namazına qalxdıqda bu duanı oxuyardı. Hər bir kəlməsi dağları yerindən oynadacaq gücdədir. Qulaq asın və qəlbinizə yazın. Allahümmə ləkəl həmd. Əntə nurus səməvəti vəl-ardi və mən fihinnə. Yəni, Allahım, bütün həmdlər, şükürlər sənədir. Sən göylərin, yerin və onların içindəkilərin nurusan. Və ləkəl həmd. Əntə tayyumus səməvəti vəl-ardi və mən fihinnə. Yəni, bütün həmdlər sənədir. Sən göyləri, yeri və onların içindəkiləri ayaqda tutan, idarə edənsən. Əntəl haqqu və va'dukəl haqqu və liqa'uka haqqu və qavluka haqqu. Yəni, sən haqsan. Sənin vədin haqdır. Sənə qovuşmaq haqdır. Sənin sözün haqdır. Vəl-cənnətu haqqun vəl-nəru haqqun vəl-nəbiyyunə haqqun və Həzrəti Muhammed Allahümmə salli alə seyyidina Muhammedin və alə əli seyyidina Muhammed haqdır. Yəni, cənnət haqdır. Cəhənnəm atəşi haqdır. Peyğəmbərlər haqdır. Və Həzrəti Muhammed Allahümmə salli alə seyyidina Muhammedin və alə əli seyyidina Muhammed haqdır. Allahümmə ləkə əsləmtu və bikə əməntu və aleykə təvəkkəltu. Yəni, Allahım, yalnız sənə təslim oldum. Sənə iman gətirdim və sənə təvəkkül etdim. Fəğfir li mə qaddəmtu və mə əxxartu və mə əsrartu və mə ə'ləntu.
Yəni, mənim əvvəldə etdiyim və sonraya saxladığım, gizli etdiyim və aşkar etdiyim bütün günahlarımı bağışla. Əntəl müqəddimu və əntəl müəxxiru, la ilahə illə əntə. Yəni, önə keçirən də sənsən, geriyə qoyan da sənsən. Səndən başqa heç bir ilah yoxdur. Əziz izləyicilər, bu duanı oxuyan bir insanın probleminin həll olunmaması, günahının silinməməsi mümkündürmü? Bu, kainatın xülasəsi, Rəbblə bəndə arasındakı ən mükəmməl sevgi etirafıdır. Bu video təsadüfən qarşınıza çıxmayıb. Əgər siz bu an bu sətirləri dinləyirsinizsə, deməli o mələklər bu gecə sizi də oyanacaqlar siyahısına əlavə etmək istəyirlər. Bu gecə, bəli, elə bu gecə fərqli bir addım atın. Gecə yatağa girəndə telefonunuzun zəngini sübh namazından cəmi 20 dəqiqə əvvələ qurun. Gözünüz açanda şeytan sizə 10 dəqiqə daha yat deyəcək. O səsi rədd edin. İmam Əlinin, əleyhissalam, sözünü xatırlayın. Məni zəncirlərə bağlamasına icazə verməyəcəyəm deyin. Qalxın, dəstəmazınızı alın. Sadəcə 2 rükət nafilə, 2 rükət şəf və 1 rükət vitir qılın. O qaranlıqda Əl-Əfu deyərək və Peyğəmbərin sən nurdan ibarətsən duasını oxuyun. Görəcəksiniz ki, illərdir həll olunmayan o düyün necə surətlə açılmağa başlayır. Siz cənnətdə Rəsulullahla qonşuluğun təməlini atmış olacaqsınız. Əgər bu video sizin gecələrinizi diriltməyə, səccadənizi yenidən açmağa cəsarət verdisə, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun ki, bu mənəvi səfərimizə birlikdə davam edək. Və rəy bölməsində bu gecə oyanmağa qərar verdiyinizi Rəbbinizə sübut etmək üçün bu əhdi yazın. Allahım, bizi gecənin sükutunda sənə yalvaran və Əl-Əfm nidaları ilə zəncirləri qıran qullarından et. Namazlarınız nurlu, dualarınız qəbul, sübhünüz bərəkətli olsun. Allahümmə salli alə seyyidina Muhammedin və alə əli seyyidina Muhammed. Hələlik, Allah amanında.